İran həftə sonu İsrailin paytaxt Tehran və ətrafında yerləşən ən azı 5 enerji obyektinə hücum etməsinə cavab olaraq ABŞ-la müttəfiq olan Yaxın Şərq ölkələrindəki neft obyektlərini vurmaqla hədələyib. İranın hərbi rəhbərləri xəbərdarlıq ediblər ki, belə bir eskalasiya ciddi iqtisadi nəticələrə səbəb ola bilər və qlobal neft qiymətləri bir barel üçün $200 da yuxarı qalxa bilər. Bu bəyanatlar göstərir ki, münaqişə tezliklə birbaşa hərbi zərbələrdən çıxaraq region boyunca iqtisadi hədəflərə qarşı hücumlara qədər genişlənə bilər. İran komandirləri ABŞ və İsrail tərəfindən həyata keçirilən son əməliyyatları İranın neft, yanacaq və enerji sistemlərinin bəzi hissələrinə, eləcə də mülki əhaliyə xidmət göstərən obyektlərə yönəlmiş yeni və qəddar hücumlar kimi qiymətləndiriblər. Bəyanatda İran rəsmiləri müsəlman ölkələrinin hökumətlərinə müraciət edərək Vaşinqton və Təl-Əvivi neft infrastrukturlarına zərbələri dayandırmağa məcbur etmək üçün təzyiq göstərməyə çağırıblar. Onlar xəbərdarlıq ediblər ki, əgər bu hücumlar davam edərsə, İran regionun digər yerlərindəki enerji obyektlərinə oxşar zərbələrlə cavab verə bilər. Şənbə günü İsrail tərəfindən Tehranda neft anbarlarına və emal qurğularına edilən hava zərbələri münaqişədə mühüm dönüş nöqtəsi sayılır. Məlumatlara görə, İsrail qüvvələrinin ABŞ-la birlikdə başladılan geniş kampaniyaya qoşulduqdan sonra İranın enerji infrastrukturunu ilk dəfə hədəf alması məhz bu hadisə olub. Həmin kampaniya 28 fevralda ABŞ və İsrailin koordinasiyalı zərbələri ilə başlamış və hazırki döyüş mərhələsinə start verilmişdir. İran rəsmilərinin iddiasına görə, hücumlar nəticəsində 1200-dən çox insan həlak olub. O cümlədən ölkənin ali lideri Əli Xamenei də ölənlər arasındadır. 10.000-dən çox insan isə yaralanıb. İran artıq İsrailə, eləcə də ABŞ hərbi bazalarının yerləşdiyi qonşu ölkələrə, İraq, Yordaniya və bəzi körfəz ölkələrinə qarşı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməklə cavab verib. Cavab tədbirlərinin neft istehsalı və ixrac obyektlərini də əhatə etməsi böyük bir eskalasiya sayılacaq. Belə hücumlar qlobal enerji təchizatını poza və daha çox ölkəni münaqişəyə cəlb edə bilər. ABŞ hərbi bazalarının və böyük neft obyektlərinin yerləşdiyi Fars körfəzi ətrafındakı ölkələr xüsusilə risk altındadır. İran bildirib ki, əgər onun ərazisinə hücumlar davam etsə, regionun müxtəlif yerlərində iqtisadi infrastrukturları hədəfə ala bilər. Bu xəbərdarlıq qlobal enerji bazarlarının artıq müharibə səbəbindən ciddi dalğalanmalar yaşadığı bir vaxtda verilib. Vəziyyəti daha da mürəkkəbləşdirən amillərdən biri də İranın Hörmüz boğazını bağlamasıdır. Normal şəraitdə hər gün təxminən 20 milyon barel neft məhz bu strateji dəniz keçidi vasitəsilə daşınır. Neft hasilatı və ixrac obyektlərinə əlavə hücumlar təchizat problemlərini daha da dərinləşdirə və bazarlarda kəskin sabitsizlik yarada bilər. İran hərbi rəhbərlərinin neft qiymətlərinin bir barel üçün $200-dan yuxarı qalxa biləcəyi ehtimalını xüsusi vurğulaması göstərir ki, münaqişənin gedişində iqtisadi təzyiq hərbi güc qədər həlledici rol oynaya bilər. ABŞ və İsrailin İran üzərinə zərbələri tədricən daha çox iştirakçının cəlb olunduğu bir qarşıdurmaya çevrilir. Səudiyyə Ərəbistanı ABŞ və İsraillə birlikdə İran əleyhinə müharibəyə qoşulmaq qərarını açıqlayıb. Eyni zamanda İraqda yerləşən böyük bir hərbi qüvvə İranın tərəfində duraraq bölgədəki ABŞ bazalarına hücum edəcəyini vəd edib. Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyi İran üzərinə hücumu qınayaraq danışıqlara geri dönülməsi çağırışı edib. Lakin görünür ki, Amerikalılar fərqli bir yol seçiblər. Bölgəyə quru qüvvələrinin yerləşdirilməsi barədə xəbərlər yayılıb ki, bu da quru əməliyyatına hazırlıq əlaməti kimi qiymətləndirilir. Səudiyyə Ərəbistanı regiondakı ölkələrə hücumlara görə İranı ciddi nəticələr barədə xəbərdar edib. Krallığın Xarici İşlər Nazirliyi İranın təcavüzünü və Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qatar, Küveyt və Yordaniyanın suverenliyinin kobud şəkildə pozulmasını pisləyib. Agentliyin bəyanatında bu ölkələrin suverenliyinin və beynəlxalq hüquq prinsiplərinin davamlı pozulmasının ciddi nəticələr doğuracağı da vurğulanıb.
Maraqlıdır ki, Əl-Riyad rəhbərliyi İranın hücumlarının ABŞ və İsrailin təcavüzünə cavab olduğunu və İslam Respublikasının raketlərinin ərəb hədəflərinə deyil, bu ölkələrdə yerləşən ABŞ hərbi bazalarına yönəldiyini deməyib. Əvvəllər məlum olmuşdu ki, Yəmənin Husi döyüşçüləri İranı dəstəkləyərək ABŞ bazalarına və bir təyyarə daşıyan gəmisinə hücum ediblər. İraqda yerləşən Kataib qruplaşmasının əməliyyat komandanlığı yaxın vaxtlarda bölgədəki ABŞ bazalarına hücumlara başlayacağını bildirib. Pakistan isə ABŞ və İsrailin İran üzərinə hücumlarını pisləyib. Pakistanın senatoru, baş nazir müavini və xarici İşlər naziri Məhəmməd İshaqdar telefon danışığında İranın xarici İşlər naziri Seyid Abbas Arakçi ilə görüşərək ABŞ və İsrailin İslam Respublikası İran üzərindəki hücumlarını haqsız və qətiyyətlə pislədiyini bildirib. Rusiyaya gəlincə, Xarici İşlər Nazirliyimiz İran üzərinə hərbi təcavüzlə bağlı rəsmi bəyanat verib. Bəyanatda hadisə BMT-nin suveren və müstəqil üzv dövlətinə qarşı planlı və təhriksiz hərbi təcavüz aktı kimi qiymətləndirilib və beynəlxalq hüququn əsas prinsiplərinin pozulması kimi təqdim olunub. Vaşinqton və Təl-Əviv yenidən bölgəni humanitar, iqtisadi və mümkünsə radioloji fəlakətə sürükləyən təhlükəli bir macəraya atılıb. Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin dərhal siyasi və diplomatik həll kanallarına qaytarılmasını tələb edib. Əvvəllər Dmitri Medvedev ABŞ-ın İranla olduğu kimi Rusiya və Ukrayna arasında danışıqları da yayındırma taktikası kimi istifadə edə biləcəyini işarə etmişdi. Bu arada ABŞ hərbi nəqliyyat təyyarələrinin aktiv uçuşları qeydə alınır. Bu fon qarşısında onlayn mediada İran üzərinə quru əməliyyatına hazırlıq barədə spekulyasiyalar dolaşır. ABŞ mediası hücumun bir neçə həftə davam edə biləcəyini xəbər verir. İran İslam İnqilab Keşikçiləri Korpusu bildirib ki, İranın hərbi əməliyyatı düşmən tamamilə məğlub edilənədək davam edəcək.